Artıq 2017-ci ildən etibarən Azəsir şirkəti ilə birlikdə biz informatika sahəsində birgə əməkdaşlıq edirik. Azərbaycan məktəbliləri iştirak elədikləri müxtəlif beynəlxalq olimpiadalarda kifayət qədər yaxşı nəticələr əldə edirlər. Mənim informatika fənninə 4-cü sinifdə marağım var idi, amma olimpiadalarla 7-ci sinifdən bəri məşğul oluram. Həmişə informatikaya marağım olub. İnformatika fənni üzrə ilk medalım 6-cı sinifdə Azərbaycan Kaplan olub. O vaxt çox həyəcanlanmışdım, çünki mənim ilk medalım idi bu sahə üzrə. Düşünürəm ki, mənim davam etməyimdə də çox böyük rol oldu. Mən ilk olimpiada maceram ilk Azərbaycan Kaplan başlayıb 2022-ci ildə başlamışam 8-ci sinifdən. Çoxlu əzmkarlıq tələb edən, çoxlu zəhmət tələb edən bir yoldur. Hazırda həmin yolu getmək üçün uşaqların imkanı çox daha asandır. İndiki uşaqlardan əvvəlki uşaqlardan bir dənə üstünlüyüdür ki, hər bir uşağın qabağında nümunə götürə biləcəyi bir məzun var. Olimpiada qaliblərindən dünyanın ən nüfuzlu universitet MIT-yə gedən tələbələrimizin, şagirdlərimizin sayı 6-dır. Onların 4-ü qız, 2-si oğlandır. MIT-yə gedən uğur yolumu qısaltmaq o qədər də asan məsələ deyil. Ən böyük təsirlərdən biri mənim olimpiada yolum olubdur. Azərsel olaraq gənclərin istər informatika, istər rəqəmsal inkişafında əldə etdikləri uğurlara şahid olmaq və biraz da o uğura vəsilə olmağımız bizim üçün çox böyük qürur mənbəyidir.